Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşırsan, bir də bir qərinə cavanlaşırsan. Şuşanın yetirdiyi görkəmli şəxsiyyətlərdən biri Xurşud Banu Natəvan. Xan ailəsində dünyaya gəlsə də, sadə, vətənpərvər bir xanım kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmağı bacardı. Həyatın yolları onun üçün heç də hamar olmadı. Amma çətinliklərə mərdcəsinə sinə gərdi, əyilmədi, sınmadı, öz xeyirxah əməllərindən bir an belə əl çəkmədi. Onun xalqı qarşısındakı xidmətləri, yazıb yaratdıqları real həyatda, yaddaşlarda, müasirlərinin xatirələrində yaşayır. Biz bu haqda Xurşud Banu Natəvana həsr etdiyimiz ilk verilişdə qısa da olsa söhbət açmışdıq. Bu dəfəki verilişimizdə də bu barədə digər məlumatları sizə təqdim edəcəyik. Həmişə olduğu kimi siyasi elmlər doktoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Professor Elçin Əhmədovla birlikdə. Buyurun Elçin müəllim. Xoş gördük Aybəniz xanım, təşəkkür edirəm. Şuşanın səsi verilişi davam edir və dinləyicilərin nəzərinə bir daha çatdırmaq istəyirik ki, artıq biz bir neçə verilişdir ki, Şuşada doğulmuş, böyümüş, sonradan Azərbaycanın həm ictimai, siyasi, həm mədəni həyatında mühüm xidmətlər göstərmiş görkəmli xadimlər haqqında söhbətlər aparırıq. Və bu baxımdan keçən dəfə biz xan qızı Xurşud Banu Natəvan haqqında danışdıq. 19-cu əsrin görkəmli şairəsi, ictimai xadim və xeyriyyəçi kimi onun çoxşaxəli fəaliyyəti haqqında təbii ki, bir verilişdə söhbətimizi başa çatdıra bilməzdik. O baxımdan qeyd etmək istəyərdik ki, Qarabağ xanlığının son varisi kimi xan qızı Xurşud Banu Natəvan uşaqlıq illərini Şuşada, saray mühitində tərbiyəçilərinin, sevimli ailəsinin əhatəsində keçirmiş, dövrünün savadlı şəxslərindən dərs alıb yüksək elm və biliyə sahiblənmişdir. Heç şübhəsiz ki, Şuşa mühitinin də onun fəaliyyətinə, yaradıcılığına çox böyük təsir olmuşdur. O, uşaqlıqdan dərin biliyə malik olmuş, şeiriyyətə, incəsənətə maraq göstərmişdir. Həyatının çox hissəsini, acılı, şirinli günlərini Şuşadakı, Qarabağdakı ata-babam üçün də yaşamışdır. 13 yaşı olarkən atasını itirəndən sonra həyatında çətin günləri bir-birini əvəz etməyə başlamışdır. Şairənin indiki 92-ci ildə dağılmış mülkü 18-ci əsrdə Şuşada tikilən ən dəbdəbəli ev idi və fərqli bir memarlıq üslubu ilə seçilirdi. Həmin mülk Şuşa qalasının yaxınlığında yolun kənarında ucaldılmışdı. Bu mülkdən sonralar Sovet dövründə 1932-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycanda ilk uşaq musiqi məktəbi yaradıldı. Daha sonralar isə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərdi. 1992-ci ildə Şuşa işğal edildikdən sonra işğal dövründə muzey tamamilə qeyd etdiyimiz kimi dağıdılmış, eksponatları sındırılmış və talanmışdır. Həmçinin eksponatların çox az bir hissəsi Bakıya gətirmək mümkün olmuşdur. Canişin Həzrətləri indi buyurub sizi qəbul edəcəklər Banu bəyim. Teşekkür ederim knyaz. Qulluğunuzda həmişə hazıram Banu bəyim. Bu benim için büyük iltifattır knyaz. Qəribədir, mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl hekayətlər eşitmişəm. Siz benim hakkımda zehirli sözler de işitebilirsiniz knyaz. Nə danışırsınız Banu bəyim? Bütün Azərbaycan sizinlə fəxr eləməlidir. Bu sözleri
Sizdən eşitmək mənim üçün iki qat xoşdur, knyaz. Qarabağa qonaq gəlsəz bizi şad etmiş olarsınız. Məmnuniyyətlə Banu bəyim. Can işin həzrətləri. Hoş geldiniz Mademoiselle. Sizi gördüğüme çok şadım. Rica ederim eyleşin. Teşekkür edirəm. Sizin neslinizə dərin hörmətim olduğuna emin olabilirsiniz Mademoiselle. Qaladakı çinovniklərinizdən razısınızmı? Onlar sizə lazımı qədər hörmət edirlərmi? Onlarla elə yaxın münasibətim olmasa da güman edirəm ki, onlar mənə hörmət eləməyə bilməzlər, knyaz həzrətləri. Əlbəttə. İbrahim xanın nəvəsinə, General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Hə, eşitdiyimə görə siz həm də gözəl şairəsiz. Sizin haqqınızda mənə Kapitan Mirzə Fətəli Axundov danışıb. Mən Azərbaycanlıların igidliyinə heyranam. Elə bil Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bu bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük dövləti, qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli iş deyildir. Tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlərə məcbur olurlar. Neysə, sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur. Mən çalışaram, atanızdan qalan mülkün cüzi bir hissəsi sizə qaytarılsın. Knyaz həzrətləri, mən bütün mülklərimizin bizə qaytarılmasını tələb edirəm. Mən varisi yektayam. Siz tək qızsınız, Mademoiselle. O qədər mülk nəyinizə lazımdır? Mən tək deyiləm, knyaz həzrətləri. Mənim arxamda xalqım var. Kəndlərimizin uşaqları məktəbsiz, kitabsız, elmsiz böyüyürlər. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Mən onlara heç bir kömək eləyə bilmirəm. Yaxşı, mən sizin xahişiniz olduğu kimi Əlahəzrət İmperatora çatdıraram. Ümidvaram İmperator Həzrətləri İbrahim xanın nəvəsindən öz kölgəsini əsirgəməsin. Təşəkkür edirəm. De la voix de Choucha. La voix de Choucha continue. Azərbaycan Dövlət Tarix Arxivində mühafizə edilən qiymətli sənədlər dinləyicilərə xan qızı Xurşudbanı Natəvan haqqında daha dolğun məlumat verməkdə bizə köməklik edir. Xan qızı Xurşudbanı Natəvan ailənin qeyd etdiyimiz kimi tək varisi idi və o baxımdan dövrünün çox zəngin xanımlarından sayılırdı. Atası Mehdiqulu xan 1845-ci ildə vəfat etdikdən sonra Xurşudbanu və anası Bədircahan xanımla böyük mülklər və torpaq sahələri qalmışdı. Ona qalan bu mülklər və torpaq sahələri haqqında Dövlət Tarix Arxivinin Şuşa qəzası üzrə bəy zümrəsinə mənsub olan şəxslərin əmlakları göstərilən sənədlərə nəzər salarkən bunları daha aydın görmək olur. Yəni 1823-cü ilə dair Müsəlman Əyalət İdarəsinin dəftərxanasının məlumatlarından aydın olur ki, sənəddə adı çəkilən kəndlər, yəni Mehdiqulu xandan ailəsi ilə birgə İrana qaçdığı üçün alınır, lakin xanlıq ləğv edildikdən sonra 1834-cü ildə isə ona geri qaytarılır. Qafqaz canişinliyi tərəfindən xan qızı Xurşudbanı Natəvandan Şuşa qəzası üzrə 100 ailədən ibarət Hindar kəndi, 34 ailədən ibarət Ağdam kəndi və s. kəndlər alınsa da bir müddət sonra geri qaytarılır. Digər kəndlər isə Xurşudbanıya atasının ölümündən sonra miras qalmışdır. Məmməd bəy Qalabəyov tərəfindən idarə olunan 32-lər mahalı, Minbaşı Mərdan bəy tərəfindən idarə olunan Hacəli kəndi, Təklə mahalı, Xasılı kəndi, Çolu, Atamazlar, Xıdırlı, Çəmənli, Sarhacılı, Pirhəsənli və s. xeyli sayda kəndlər himayəsində olmuşdur. سقط شوشا لا يزال مستمرا. Xan qızı Xurşudbanu Natəvan haqqında danışarkən onun elinə, obasına, millətinə bağlı bir xanım olması şübhəsizdir. Elə bu bağlılığa görə də ailə qurduqdan sonra Tiflisdə çox yaşaya bilməmiş, Şuşaya qayıtmışdır. Xan qızı Xurşudbanu Natəvan çar hakimdarələri ilə, xalqı düşünməyən yerli məmurlarla mübarizə aparmış və ata-babasından miras qalmış torpaqları geri qaytarmaq üçün çox böyük əziyyətlər çəkmiş, bir çox dövlət idarələri ilə uzun müddət danışıqlar, yazışmalar aparmışdır. Dövlət Tarix Arxivində Xurşudbanının öz torpaqlarına sahiblənməsi niyyəti ilə bir çox məmurlarla yazdığı məktublar
günümüzə qədər qorunub saxlanmaqdadır. Bütün bu məlumatlardan əlavə Natavanın irsi, Natavanın çoxşaxəli fəaliyyəti haqqında Azərbaycanda kifayət qədər tədqiqatçılar əsərlər yazmışlar. Bu sıradan biz görkəmli tədqiqatçı Mustafa Çəmənlinin qələmə aldığı Neçin gəlməz kitabında çox maraqlı bir fakta rast gəlirik. O qeyd edir ki, Azərbaycan ədəbiyyatı tarixində öz yeri, öz xidməti olan Xurşudbanu Natavan haqqında ilk dəfə ana nənəmdən eşitmişəm. O mənə Ağzəbəddən keçib el yolu ilə Şuşa qalasına gedən xan qızı Xurşudbanu Natavanın tamaşasına duran insanlardan danışırdı. Xan qızı nənəmin xatirələrində at belində, qızıl düyməli, çəpkənli, papaq qabısı, belindəki qızıl kəməri günəşin şəfəqləri altında bərq olurdu. Ana nənəmin heyranlıqla təsvir etdiyi bu qadın yol qırağında dayanıb hamının görmək istədiyi Xurşudbanu Natavan imiş. Eller gələr hər tərəfdən Dizimi sağ qulağına Qarmon susar ne dil açar Gözümü sağ qulağına Qarmon susar ne dil açar Gözümü sağ qulağına В эфире «Голос Шуши». Xan qızı Xurşudbanu Natavanın həyat və yaradıcılığı şair və yazıçılarımızda daha da ilhamlandırmış, hələ sağlığında xan qızının müasirləri, yəni Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Mirzə Həsən Yüzbaşov, Mamo bəy Mamayi, Mirzə Rəhim Fəna, İskəndər bəy Rüstəmbəyov, Molla Musa Şirvani, Mirzə Məhəmmədqulu Hakim və başqaları ona şeirlər ithaf etmiş, qəzəllərinə çoxlu sayda nəzirələr yazmışlar. Adını çəkdiyimiz şairlərin bir qismi Natavanın təşkil etdiyi Ədəbi Məclisinin üzvləri idi və Məclis üzv təşkilatı haqqında biz növbəti verilişimizdə daha geniş danışacağıq. Günəş ruhin, əya, xurşid-i izzət, şərəf bürcündə tapsın ovçu rüfət, sizə əhvab olan tapsın səadət, mərarət bəhrinə qərq olsun əda. Olubdu müntəzir, itmamə əhbab, cəvahir məndən olsun sərəfyab, sizə neyvəstə daidir bu nəvvab, duadan qeyri yoxdur bir təmənna. Müasir dövrə gəlib çatdıqda isə bir növ Xurşudbanu Natavan ədəbi irsini ədəbiyyata şahidlik etmiş, sonradan Natavanın şəxsiyyətinə, keşməkeşli həyatına maraq nəinki azalmışdır, hətta artmışdır. Sovet dövründə xalq şairləri Səməd Vurğun, Məmməd Rahim, Hüseyn Arif, Əliağa Kürçaylı, Hökümə Biluri və başqaları onun haqqında şeirlər, poemalar, xalq yazıçıları Əzzə Cəfərzadə, ondan başqa İlyas Əfəndiyev, Xurşudbanu Natavan, şairə Fəridə Əliyarbəli, Xan qızı, yazıçı Şövkət Məmmədova Natavan pyeslərini, xalq artisti Vasifat Gözəlov Natavan operasını yazmışlar. Görkəmli heykəltaraş Ömər Eldarov şairənin heykəlini uzatmış, yaratmış və bir çox rəssamlar, xüsusilə Altay Hacıyev, Mikail Abdullayev, Oqtay Sadıqzadə, Arif Hüseynov və başqaları onun bədii obrazını tablolarda əbədələşdirmişlər. Xalq rəssamı Altay Hacıyev Xan qızı Xurşudbanu Natavanın həyatının ayrı-ayrı məqamlarını əks etdirən silsilə, rəngkarlıq və qrafika əsərləri yaratmışlar və bu da görkəmli Azərbaycan şairəsinə olan böyük ehtiramın nümunəsi idi. Şuşanın səsinin növbəti buraxılışı sona yetdi. Yaradıcı qrupumuzla tanış olun. Müəllif Professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, aparıcı Tilman Səlimoğlu, redaktor Aybəniz Məmmədəliyevadır.